Bismillahirrahmanirrahim. Değerli izleyiciler, mübarek Recep ayında okunan dualardan biri budur. Allah'ın Resulü belə dua eləyərdi. Allahümme barik lana fi Recebin ve Şaban. İlahi Şaban ve Recep ayını mənim üçün bərəkətli elə. Bu ayın bərəkətini bizə nəsib elə. Və bəlliğnə şəhrə Ramazan. Bizi güzel bir halda Ramazan ayına çatdır. Bu ayın bərəkətini dərk eləmiş halda, bu ayın istiğfarını əldə etmiş halda, bağışlanmış halda bizi Ramazana çatdır. Və ə'innə aleyyə siyami və qiyami vəhfiz lisani. İlahi, məni Ramazan ayının orucunu, gecelərinin ibadətini dərk eləyənlərdən, dilini qoruyanlardan qərar ver. Və qəddil bəsrə, gözünü qoruyanlardan qərar ver. İlahi, bu ayda məni harama baxmaqdan, məni haram danışmaqdan, haram işlər görməkdən uzaqlaşdır. Və la təcəl həddənə minhu əl-cü'ə vəl-ətəş. İlahi, Ramazan ayının aclıq və susuzluğu ilə məni bəhrələndir. Əbəs yerə vermə. Məni Rəcəb və Şaban ayında elə bir vəziyyətə gətir ki, Ramazan ayının susuzluğunu, Ramazan ayının aclığını dərk eləyə bilim. Onun faydalarını düşünə bilim. İlahi, dilimi zülmə qarşı mübarizədən lal eləmə. Haram işlərdən, haram sözlərdən lal elə. Mənə şücaət, mənə bəsirət, mənə ləyaqət, mənə qüdrət nəsib elə ki, sənin düşmənlərimə qarşı düşmən ola bilim. Sənin dostlarınla dost ola bilim. Dostluğumu və düşmənliyimi sənin rızayətin əsasında qərar verə bilim. Vəssalamu aleykum və rəhmətullah.